Bakıda tələbə olan vaxtlar, 90-cı illərin sonu, 2000-ci illərin əvvəli bir türk tanışım var idi. Müəllim idi. Deyirdi ki, Azərbaycan dilini öyrənmək istəyirəm. Gedirəm bazara, satıcıdan Azərbaycanca nəsə soruşuram, başlayır mənimlə türk dilində danışmağa. Şikayət edirdi. Qərara gəlmişdi ki, ehtiyac yoxdur Azərbaycan dilini öyrənməyə. Hamı onunla türk dilində danışır. 90-cı illərin əvvəli idi. Bizə yaxın kəndlərdən birində yaşayan qohumumuzu İstanbuldakı universitetlərdən birində dərs demək üçün dəvət etmişdilər. O da elə həmin kənddən olan xanımı ilə birgə ora köçmüşdü. Yadıma gəlir, üzərindən heç bir il keçməmişdi. Yay tətilində qayıtmışdılar kəndə. Anam hal-əhval tutmaq üçün qadına zəng etmişdi. Dəstəyi yerə qoyandan sonra mənə dedi ki, bütün suallarıma türk dilində cavab verdi. Mən Azərbaycanca danışırdım, o isə türk dilində. Böyürlər, qurban olaraq elə olaraq. Neçə kil oldular? Bir neçə il bundan əvvəl İstanbula səyahət etmişdik. Muzeylərdən birinə növbə gözləyirdik. Arxamızda Azərbaycanlı bir cütlük var idi. Yüksək səslə türk dilində danışıb gülürdülər. Qəfildən nəsə baş verdi, keçdilər Azərbaycan dilində pıçıldamağa. Qadın daha məharətlə pıçıldayırdı. Çox keçmədi, bu xəcalət başa çatdı. Qayıtdılar qılovşalığa. Londonda təsadüfən tanış olduğum bir Belarus qız mənə deyirdi ki, Belaruslar öz dillərində danışmağa utanırlar. Deyirlər kəndçi dilidir. Ona görə də rusca danışmağa üstünlük verirlər. Arthur Phillips bunu cultural cringe, yəni mədəni əziklik adlandırır. O yazır ki, ingilislər özlərinin üstünlüyünə o qədər əmindilər ki, onların özünə inamı başqalarına hipnotik təsir göstərir. O öz məqaləsində Avstraliyadakı kimlik böhranı, milli natamamlıq kompleksi, özündən utancaqlıq barədə yazır və İngilis məziyyətinin təsiri ilə Avstraliyalıların özünə məxsus mədəni ənənələr yarada bilmədiyini iddia edir. Təxminən 20 il bundan əvvəl İngiltərəyə təzə köçmüşdüm. Londonda türk tələbələrlə eyni evi bölüşürdük. Yoldaşlardan biri məndən soruşdu ki, niyə bizim kimi türk dilində danışmırsınız? Maraqlandım ki, niyə sizin kimi danışaq? Cavab verdi, axı diliniz gülməlidir. Həm də başa düşmək olmur, nə deyirsiniz? İsveçdə, Malmö şəhərindəki restoranlardan birində məşhur İsveç küftəsi yeyirdim. İçəri bir qrup gənc girdi. Aralarında bir Amerikalı da var idi. Başladılar İngiliscə danışmağa. Qrupdakı İsveçlilər hərdən öz dillərində bir-birlərinə nəsə deyirdilər. Amerikalı gənc biraz qulaq asıb dilləndi ki, çox qəribə diliniz var, heç nə başa düşmək olmur. İsveçlilərdən biri gülərək cavab verdi ki, elədir, biz hamını başa düşürük, bizi isə heç kim.